Selamun Aleyküm əziz dostlar. Bu bir müddətdir Azərbaycanda görürük. Bu yeni bir millətçi bir mübahisə başlayıb, yanaşma başlayıb. Bu Türk, qeyri-Türk və s. Əvvəl onu demək istəyirəm ki, ümumiyyətlə primitiv etnik millətçilik heç bir xalqa xeyir gətirməyib. Tarixə baxa bilərik. Və böyük xalqlarsa, böyük millətlərsə ümumiyyətlə bununla məşğul olmamalıdır. Bununla məşğul olanda sonunda süqut olur. Osmanlıları məsəl üçün yıxan həm də bəlkə ən əsas səbəbi etnik primitiv millətçilik oldu. Osmanlı bir vahid xilafət idi, İslam xilafəti idi. Birdən-birə gördək ki, Osmanlı zəifləyib, onu başladılar demək ki, sən türksən, sən titullu xalqsan. Oradan ərəbə başladılar. Demək, sən bu boyda ərəbsən, sən niyə türkün altındasan? Oradan başladılar və s. Kürdə nəsə deməyə, o birisinə, bu birisinə və sonunda Osmanlı süqutu oldu və bu süqutda türk də, ərəb də, kürd də hamı ziyan aldı, ziyan çəkdi və hələ də bu ziyanı ümmət olaraq hələ də yaşamaqda davam edirik. İndi də mən görəm bu türk-kürd söhbət apar və bəzi bu partiya sədrləri, bəzi onlara dəstək verirlər və s. Ona etiraz edənlər də var, məsələn, icmalar və s. Və bilirsiniz, bu əvvəl onu demək istəyirəm ki, çox da bu cuşa getməyin. Bu məsələ həqiqətən də hökuməti öz tolerantlığı ilə fəxr edən hökuməti narahat eləsə də olsa bu mövzunun qarşısını alardı, almadılar. Çünki burada nədir? Burada hakimiyyət daxili görünür elitalar arasında mübarizə gedir və hakimiyyət daxili bir elita, bir klan o bir klanı vurur. Ona görə bu söhbətə məsələ atıb ortaya və hakimiyyətdə də Kürd deyəndə bəllidir hansı klandır. Yəni digər klan həmən o klanı vurur və burada təəssüf olsun ki, müxalif partiya sədrləri və digərləri də bu oyunun bilərəkdən və bilməyərəkdən iştirakçılar olub və bizdə də elə bir təəssürat yaranıb ki, Azərbaycanda Türk Kürdə hücum edir, Kürd Türkə hücum edir. Xeyr, nə Türk Kürdə hücum eləmir, nə Kürd Türkə hücum eləmir. Çünki Azərbaycan Türk də, Kürd də, digərləri də o vəziyyətdədir ki, o hayda döyürlər, durub bir-birlərinə milli razborkalar aparmaq və bu ziyanlıdır. Buna getməməliyik biz. Və bir misal var, Türkün Türkdən başqa dostu yoxdur. Bu özü bir o vaxt elə Osmanlı dövründə fikirləşilən bir və Kemalizmin belə deyək o vaxt Osmanlı dağıdan, süquta uğradan İslam mərkəzləşdirmə, İslam xilafət dövlətini bu süquta uğradan bu ideologiyanın bir fikri idi, təfəkkürü. O təfəkkürün nəticəsində də sonda PKK doğuldu və s. Və sonda o PKK-nın axırına çıxan da məhz müsəlman türklər, kürdlər oldular, AK Parti iqtidarını demək istəyirəm. Və bu ziyanlı bir yanaşmadır. Birinci, Türkün müsəlmandan başqa dostu yoxdur. Ümumiyyətlə, müqəddəs kitabımız Quranda nədir? Müsəlman müsəlmana qardaşdır. Kim müsəlmansa, onlar bir-birlərinə qardaşdırlar. Və Peyğəmbərimizin də sözü var, deyir, ərəbin qeyri-ərəbdən heç bir fərqi yoxdur, heç bir üstünlüyü yoxdur. Üstünlük yalnız təqvadadır. Bunu deyim mən və sonda da bu mövzuları da deyim. Ümumiyyətlə, o ki, qaldın Türkün dostu kimdir? Anadoluda, məsəl üçün, Osmanlı süqutu dövründə Türk xalqına ən sədaqət o vaxtı, sədaqətli, sadiqliyi göstərən Kürd xalqı oldu və erməni üsyanlarının qarşısına Anadoludan türklərlə Kürdlər çiyin-çiyinə o üsyanın, o xainliyin qarşısına, xəyanətin qarşısına aldılar və Antantanın Anadoludan qovulmasında da eynən türklərlə Kürdlər İslam bayrağı altında çiyin-çiyinə buna nail oldular və Antanta Anadoluda belə deyək, rədd edildi, çıxardıldı, məğlubiyyətə uğradıldı və Türkiyə Cumhuriyyəti dövləti quruldu və tam İslam coğrafiyasını belə deyək, müstəmləkə halına kafirlər çevirə bilmədilər Allahın izni ilə. Bu hamısı müsəlman qardaşlığı hesabına oldu, yəni türklərlə kürdlərlə. Yəni onu demək istəyirəm, ehtiyatlı olmaq lazımdır ifadələrdə və əgər bunu bir siyasi ictimai xadim deməyək, siyasi ictimai fərd, mən özümlə xadim sanırım, özümlə siyasi ictimai fərd əgər deyilsə, ümumiyyətlə bir xalqa qaraçı adlandırmaq, bir müsəlman xalqı və s. Aynı ermənidən olma adlandırmaq, bu çox uğursuz bir ifadələrdir. Yəni bu klanlar arası mübarizəyə daxildir, daxil deyil, bilərəkdən ediləni, bilmərəkdən ediləni fərq etməz. Bu ifadələri
istifadə etmək olmaz. Birinci, kürdlər böyük xalqdır və ermənilərdən qat-qat böyük xalqdır. Mən bunu bir türk olaraq deyirəm və kürdlər də Anadoluda türklərə ən sadiq xalqdır və bu tarixdə bunun sübutu da var. Bu Osmanlının son dövründə olan hadisələr elə kifayətdir bunun sübutu kimi və türk-kürd qardaşlığı da yenidən Türkiyəni Erdoğan AK Parti iqtidarı simasında ümumiyyətlə Türkiyədə türk, kürd, laz, çərkəz qardaşlığı, bir müsəlman qardaşlığı Türkiyəni yenidən Allahın izni ilə dirçəldir. Ona görə bizim olmağımız, belə deyək, inkişaf etməyimiz, böyüməyimiz, dirçəlişimiz müsəlman qardaşlarımızdan keçir, hər birimizin. Ona görə türkün müsəlmandan başqa qardaşı yoxdur. Kürdün də müsəlmandan başqa qardaşı yoxdur. Ərəbin də müsəlmandan başqa qardaşı yoxdur. Farsın da müsəlmandan başqa qardaşı yoxdur. Ümumiyyətlə, bütün müqəddəs kitabımızda dediyi kimi müsəlman müsəlmana qardaşdır. Yəni, müsəlmanın müsəlmandan başqa qardaşı, dostu yoxdur. Ola da bilməz. Əgər varsa, o onda artıq müsəlman deyil və artıq müsəlman da olsa böyük bir səhvə yol verir. Hansı ki, həmən o səhvlərin nəticəsində müsəlman dünyası, müsəlman ümməti bu gündədir. Eynən də Azərbaycan türklərinin də həmişə tarix boyu biz bunu elə belə son 36 ilimizi götürür, müstəqilliyimiz bərpa olunanda mən bunu yaşamışam, canlı şahidi olmuşam. Məsələn, mən bir yeniyetmənin bir hissəsi, bir etnik bir bölgədə yaşamışam. Orada mən gördüm ki, elə Azərbaycan dövlətində ən böyük sadiqliyi də elə Azərbaycan türklərinin yanında olmaqla tat qardaşlarımız göstərdilər, tatlar göstərdilər. Cənub bölgəsində əlikramçılar qalxanda Talış qardaşlarımız Azərbaycan dövlətinin sadiqliyi Azərbaycan türklərinin yanında olmağını 1-ci və 2-ci Qarabağda qəhrəmanlığı ilə göstərdilər, şəhidliyi ilə, qaziliyi ilə. Eynən də Sadvalçıların o provokasiyalarına ləzgi qardaşlarımız çox olmaqla Azərbaycan dövlətinin və dövlətçinin Azərbaycan türkünün yanında olmağından öz sədaqəti ilə göstərdilər. Yəni, eynən də bu avar qardaşlarımıza da bu aiddir. Sözlərim Çaxur qardaşlarımıza da, Rutul qardaşlarımıza da fərq olmaz. Biz qardaşlıq və biz imkan verməmək ki, erməni kafiri, rus kafiri və başqa bir kafir bir ölkə bizim qardaşlarımıza, qardaşlığımıza belə deyək, ziyan gətirsin, bizim qardaşlarımızı bölməyə çalışsın və biz də ehtiyatlı olmalıyıq sözlərimizdə. Ona görə biz danışanda deməliyik, kürdlər yox, PKK-çılar bizim düşmanlarımızdır. Talışlar yox, əlikramçılar cəzalandırılmalıdır. Ləzgilər yox, sadvalçılar məhv edilməlidir. Yəni, bu ifadələrdə diqqətli olmalıyıq. Çünki bu çox önəmli bir dövr yaşayırıq həm Türkiyə üçün, həm Azərbaycan üçün, həm ümumiyyətlə bütün ümmət üçün və bu ümmət nə vaxt güclü olub, türk nə vaxt güclü olub, türk ümmətdə olanda güclü olub. O, həmən o türkçülər deyilib, əsasında o İsrail bayraqları, o primitiv, o, nə bilim, həyatlarında 2 kitab oxumayan türkçülərə onu demək istəyirəm. Əgər həqiqətən də belə türk sevdalısınız, türkün gücü tarixə də baxa bilərik. Tarix var ortada. Uzağa getmək lazımdır. Türkün gücü İslam ümmətində olub. Həqiqətən də türkün gücünün olmağını yenidən istəyirsiniz. Mən bir türk olaraq bunu inşallah səmimi qəlblə istəyirəm. Biz ümmətdə olmalıyıq, İslam ümmətində.